Herkese salam. Deməli bugün mayın 2-sində keçirilən yarımfinal imtahanların cavablarını eləyəcəyik. Bu imtahan cavablarına əsasən də siz təxminən neçə bal topladığınızı biləcəksiniz. Burada birinci sualda deyir ki, bu ikilik say sistemində ədədlər verib, onları cavabını ikilik say sistemində ifadə edin deyir. Biz burada qısacası ikilik say sistemindəki ədədləri onluğa çevriləcəyik. Mən də onları göstərəcəm. Yazırıq. Sonra bunlar üstünə 1, 2, 4, 8, 16 və s. yazırıq. Sıfırları silirik. Qalır birlər. 128 üstə 1 cavab edir 129. Və birincisi oldu 129. Sonra ikinciyə də baxsaq, deməli bunu yazaq. Həminki kimi yazırıq. Burada sıfırlar silinir eyni qaydada və 32 qalır burada. Sonra üçüncü ədəd yazırıq. 1, 2, 4, 8. Burada sıfırlar silir, qalır 8-dən 1. 8-dən 1-i də cəmlə toplasaq 9 eləyir. Bunlar həllərini tapırıq. 11, 0, 2 yadda 7. Cavab 70 eləyir. 70-i də üstəlik ikilik say sistemində çevirməliyik. Bunları sileyim. Böyle 70'i ikilik say sistemine çevireyim. Yetmişi böyle gidəcəyik. Ben bir də böyle gedeyim sizin üçün. Və nəhayət hesablamalardan sonra gördüm ki, cavab C-dir. Yəni 70 ədəni 2-yə bölə qalıqları sondan əvvələ kimi eləsək, ardıcılığa düşsək, cavab C-dəki kimi olar. Sonra belə bir sual verir bizə. Aşağıdakı upload proqramının icrasından sonra bahanın qrafik bölümündə çəkdiyi parça uzunluğu nə qədər olacaq? Deməli, fərz etsək ki, baxa buradadır. Tutaq ki, və deyir ki, ilk öncə irəli 40. Bu oldu, deməli, irəli 40. Sonra deyir ki, geri 20. Cəbab buradasa, bu burada olacaq. 20 oldu və 20 attığımda. Sonra irəli tezdən 40, yəni 20 üstəlik 40, 60. Bu oldu 60. Sonra deyir ki, geri 80, yəni bu 60-dasa 20 geri olur. Sonra deyir ki, irəli 30, yəni irəli 30 burada olacaq. Biz amma parçanın uzunluğunu soruşur deyəm. Burada baha isə 60, yəni irəlidəki 60, geridəki də 20 olduğundan 60 üstəlik 20, cavab 80 eləyir. Bu cavabımız C olur. Sonra deməli, kompüter söndürüldükdən sonra məlumatların silindiyi yaddaş necə anlanır? Deməli, burada HDD hard driver diskdir. Yəni burada bu daimi yaddaşdır. Burada HDD-də məlumatlar silindikdən sonra yenə qalır. Amma belə sürəti azdır. SSD-də isə sürəti azdır, amma baxadır. Ya burada da bu da yaddaş qurğusu. ROM daimi yaddaş qurğusudur. Amma burada biz bunları sadalayana sonra RAM isə Random Access Memory. Məlumatlar kompüter söndürüldükdən sonra məlumatlar silinir. Yəni məlumatlar burada daimi qalmır, müvəqqəti yaddaşdır. Burada cavab A olacaq. Sonra deyir ki, aşağıdakı cəmin nəticəsi kilobayt ilə göstərin. Burada deməli, hər ədədi, yəni biz informasiya yaddaş kimi verilən ədədləri biz kilobayta çevirərək daha rahat tapa bilərik.
3 megabaytı kilobayta çevirsək 1 megabayt min 24 kilobayt olduğu kimi onda 3-ü də min 24-ə vursa 3072 kilobayt olur. 512 kilobayt elə olduğu kimi üstə gəl 512 2048 baytda kilobayta çevirsək deməli 1 kilobayt neçə bayt idi? 1024 bayt. Deməli burada 2048 yəni bayt kilobaytdan kiçik olduğu üçün 2048 1024-ə böləcək və cavab 2 alınacaq. 2 kilobayt bunları toplayaq. Deməli 2 4 6 8 5 3586. Bu da cavab B olacaq. Sonra deməli alqoritmin müxtəlif giriş verilənlər üçün uyğun olaraq doğru nəticə verilməsinin hansı xası ifadə edir? Deməli, dəyərli izləyicilər, bu biraz mübahisəli sualdır. Yəni, mən də bu sual üzərində belə çox çaşmışdım imtihana girəndə. Amma mən bu sual müəllimlərin, informatika müəllimlərin çoxundan soruşmuşam və bu sual kütləvilik deyib, amma nəticəvilik deyənlər də olub. Yəni, kütləvilik bizə müxtəlif giriş verilənləri verir. Müxtəlif bir giriş verilən verir. Burada fərqli istifadəçilər eyni nəticəni çıxarır. Yəni, müxtəlif giriş verilənləri verirsə, eyni giriş verilənləri verirsə. Yəni, burada fərqli istifadəçilər həmişə eyni nəticəni çıxarırsa, bu deməli kütləvilik olacaq. Sonra, aşağıdakı ədədlərdə ən böyük olanı tapın. Burada deməli bizə 8-lik, 2-lik, 16-lik say sistemində ədədlər veriblər. Biz bu ədədləri onluğa çevirməyi də tapa bilərik. Deməli, birinci ikili say sistemindəki ədədi tapaq. Deməli, bu ədədi birinciyə yazaq. Həmin qayda ilə eləyəcəyik. Onluğa çevirmə, ən asan üsul. Bunları toplayaq. Biraz həddim pis ola bilər, amma siz əsas mənim dediyim izahlı həllə fikir verin. Diqqət edin. Bunu da həldə olsa 12, 14, 20, 28, 32, 34, 30, biraz 5, 3 yadda, 5, 11, 14, 15, 1 yadda, 2. Bu deməli eləyir, bu 2 sayı ədəd 255. $255 oldu. Deyib 577 ədədin onluq say sisteminə çevriləcək. Bildiyiniz kimi 577 ədədi gözləyim. Deməli, burada 577 ədədin onluq say sisteminə çevirmək üçün 8-likdə onluğa çevirmək üçün deməli, hər bir ədədi öz mövqeyini olaraq qüvvətinə vururuq. Yəni, 5 belə yazırıq, 5 vurulsun 8 üstü 2. 8 üstü 2 bu da eləyəcək 8 vur 8 64. 64 vur 5 eləyəcək 320. Deməli, 320 üstə gəl. Sonra 7 ədədini öz mövqeyini o qüvvətinə vururuq. 7 vur 8 üstə 1. Bu da eləyəcək bərabərdir 7 vur 8 56. Deməli, bu da cavab, bu da üstə gəl 56 olacaq. Sonra 7 ədədini vururuq. 8 ədədlərinin qüvvəti 0 olduğuna görə 7 ədəd olduğu kimi qalır. Üstə gəl. Bu da cavab eləyəcək 376, 383. O 383 oldu. Yəni buraya 300. Deməli 250 5 oldu mu? Deməli, bu 567 ədədini də həmin qaydaya çevirim və nəhayət çevirdim və 567 ədədi oldu 375. Sonra deməli, F16 say sistemində ədədini onluğa çevirəcəyik. Deməli,
E, ondan 15'e olan ədədlər A, F, yəni hərflərin işarə olunur deyə burada bir dənə fığının qiyməti 15-dir. Və burada belə olacaq, deməli belə olacaq. Yəni belə 16-lıq belədir. Biz indi burada indi 16 say sistemində olan ədədi 8-dəki kimi mövqeyinə uyğun olaraq qüvvətlərini vuracaq. Deməli 15 vur 8 üstü 1 cavab verəcək 120 üstə gəl 15, yəni 8-i üstü 0 olsa olduğu kimi qalacaq. 120 üstə 15 135. Burada da ən çox oldu. Yəni A'dakı 255 oldu 10-luq say sistemdə. B'dəki 135. C'dəki 383. D'dəki oldu 375. Cavab C olacaq. Bunları nişanlayayım. Sonra indi bu misal keçirik. Aşağıdakı algoritm icrasından sonra Y dəyişəni 21 qiymətini almışdır. Buna əsasən X dəyişəninin ilkin qiymətini müəyyən edin. Burada cavab olacaq C olacaq. Sonra 8-ci say sistemdə burada iki say sistem ədəd verilib. Bu ədədinin 8-ə bölünməsindən alınan qalığı 10-luq say sistemdə hesablayın. Deməli, bu ikili say sistemində olan ədədi, yəni mən asan üsulda bildiyimə görə çətin hesablayacağım. Onun ki, bir dənə hesablayıb gəlirəm. Yəni, bu ədədi ikiliyə çevirdim və cavabı da 6535 yazıldı. Bu ədədi 8-ə bölməsindən alınan qalığı 10-luq say sistemində hesablayır. Biz bu ədədi 10-luğa çevirmişik deyə daha bizə asan olacaq. Bu ədədi 8-ə bölüləndən sonra cavabı tapırıq. Demək 6535 ədədini 8-ə bölmək üçün də bölürük. 500. Yeah. Deməli 808 cavab oldu 891. Qalıq olsa 7 qaldı. Cavab da olacaq burada 7. Sonra o bir səhifəyə keçək. Deməli, robotların qurulmasına 6 heyvan fəaliyyət göstərir. Hər bir heyvanın işi müəyyən hissələri robot hissələrini yerinə bərkitməkdir. Aşağıdakı şəkildə hər bir heyvan öz işini bitirdikdən sonra robotun necə göründüyünü nümayiş etdirir. Burada deməli, ayı robotun ayaqlarını düzəldir. Öküz qollarını, burada gəl bir heyvan tülkü deyək, tülkü başını, meymun üzərindəki simgələri, yenot gözlərini, qaban isə ağzını düzəldir. Hər bir robot tam quruldan sonra aşağıda kim görülməli? Lakin yuxarıdakı heyvanların biri öz işini səhv yerinə yetirdiyi üçün ən sonunda aşağıdakı robot qurulmuşdur. Buna görə işini səhv yerinə yetirən heyvan hansı? Burada gördüyünüz kimi meymuna nəzər salsaq, yəni aşağıda simgələr səhv qoyulub. Burada meymun amma simgələri belə qoyur. Yəni simgələri düzəldən meymundur. Cavab meymun olacaq. Sonra aşağıdakı AlphaGo proqramı icrası sonra bağı qrafik bölümündə hansı figürü çəkəcək? Dedik ki, burada təkrarla 3, irəli 100, irəli 100, sağa 90, irəli 100, sağa 90, irəli 100, sağa 90, irəli 100. Deyəcəm, bu bir dəfə təkrarlandı. Deməli, irəli 100 oldu mu? İrəli sağa 90, sağa 90, irəli 100, sağa 90, irəli 100, sağa 90. Eyni belə təkrarlanacaq və 3 dəfə təkrarlanacaq, yenə həmin vəziyyət olacaq. Bu da cavab olur A. Sonra deyim, ASCII standartında hər bir hərfə 1 bayt yer ayrılır. Aşağıdakı cədvəldə hərflərin
ASCII kodlar onluq say sistemi göstərir. Bunu yaxınlaşdırın. Deyə. Aşağıdakı bitlər ardıcıl hansı sözə uyğun olar? Burada deməli, hər bir hərf onluq say sistemindədir və bu onluq say sistemi ikiliyə çevirəndən sonra 8 bitə tamamlamalıyıq. Çünki burada 8 bit, yəni bir baytla ifadə edib. Deməli, buradan hər bir hərf deməli birinci m-nı yoxlayaq. Burada cavab olacaq gözləyin zəhmət olmasa. Burada cavab olacaq medal. Yəni burada qısa həlini izah etmişəm. Burada hərflər onluq say sistemində ifadə edeyim. Bu onluq say sistemində ədədini ikili say sistemi çeviririk. İkili say sistemi ədəd ta ki 3 dənədən 1-dən 4 dənə də 0-dan ibarətdir. Buna bir dənə də əlavə 0 əlavə edib bərabərləşdirir. Çünki burada səhv alına bilər. 8 bitlə ifadə eləməsək. Və burada cavab B olur. Deməli, əziz izləyicilər, bugünkü videomuz bu qədər. Qalan sualları sabah və ya o birisi gün izah edəcəm. Görüşəndə də sağ olun.